2001-ci ildə bir qrup proqram tərtibatçısı Amerikanın Yuta ştatında yerləşən bir xizək kurortunda toplaşır, peşəkar fəaliyyətlərini daha effektiv həyata keçirməyin yollarını müzakirə edir, eyni zamanda xizək sürüb istirahət edirlər. O dövrdə proqram təminatının hazırlanmasında üstünlük təşkil edən yanaşma ciddi şəkildə strukturlaşdırılmış, səntləşməyə əsaslanan və mürəkkəb proseslərlə müşahidə olunan bir model idi. Onların məqsədi daha praqmatik və ehtiyaclarına daha uyğun bir yanaşma müəyyənləşdirməkdir. Nəticədə bu görüş məşhur Agile manifestin ortaya çıxmasına səbəb oldu. Gəlin onu nəzərdən keçirək. Biz proqramlaşdırmada daha yaxşı yollar tapmaq üçün bu işlə məşğul oluruq və başqalarına bu işdə kömək edirik. Bu işin içində ikən biz aşağıdakı dəyərləri əldə etmişik. Fərdlər və ünsiyyət proses və alətlərdən üstündür. İşləyən proqram mürəkkəb sənədləşmədən üstündür. Müştəri və əməkdaşlıq müqavilə razılaşmalarından üstündür. Dəyişikliyə cavab vermək plana əməl etməkdən üstündür. Sağdakıların öz dəyəri olduğu müddətdə biz soldakılara daha çox dəyər veririk. Bu yanaşma olduqca müsbət və cəlbedici səslənir. Lakin etiraf etməliyik ki, bir qədər ümumidir. Ola bilsin, məhz buna görə Agile termini bir çox hallarda diqqət çəkmək üçün istifadə edilir. Məsələn, müəyyən bir məhsul, layihə və ya şirkəti daha cəlbedici göstərmək və onu ən son trendlərə uyğunlaşdırmaq məqsədi ilə Agile adlanan yanaşmadan istifadə olunur. Lakin belə hallarda çox vaxt Agile anlayışı praktiki məna daşımadan sadəcə cazibədarlıq qazanmaq üçün səsləndirilir. Buna görə də bu ifadəni kontekstdən kənarda işləndə və ya gördükdə diqqətli olmaq vacibdir. Bəs Agile metodologiyası nədir? Agile yanaşması konkret bir qayda və ya ciddi metodologiya deyil, eləcə də yüksək keyfiyyətin sübutu da deyil. Bu yanaşma əslində müəyyən mühitlərdə daha səmərəli işləmək üçün tətbiq edilə biləcək bir fəlsəfi düşüncə tərzi və təlimatdır. Agile yanaşması komandaların yerinə yetirdikləri işlərdə, istər proses, istərsə də layihə olsun, rəhbərlik edə biləcəkləri dəyərləri bildirir. Bu dəyərlər məşhur manifestdə qeyd olunan prinsiplərlə ifadə olunub. Bu manifestin arxasında isə konsepti daha ətraflı şəkildə izah edən 12 Agile prinsip dayanır. Biz onları burada sadalamayacağıq, çünki layihənin idarə edilməsi baxımından ən vacib olanları nəzərdən keçirəcəyik. Lakin tam siyahını dərs materiallarında tapa bilərsiniz. İndi isə gəlin Agile metodologiyasına bizim nöqteyi nəzərdən baxaq. Onun layihə idarəçiliyində necə tətbiq olunduğunu və ənənəvi şəlalə metodunun tətbiq edildiyi layihə idarəçiliyindən nə ilə fərqləndiyini araşdıraq. Birincisi planlaşdırmadır. Layihə planı tam hazır olmadan icra fəaliyyətinə başlamaq mümkündür. Biz hələ də layihə idarəçiliyindən danışırıq və buna görə də planlaşdırma ilə icra fəaliyyətləri daim davam edəcək. Lakin Agile metodologiyasında hər şeyin ətraflı planlaşdırılmasını tələb edən qayda ləğv olunub. Əvvəllər də qeyd etdiyimiz kimi, bəzi layihələrdə ətraflı plan hazırlamaq olduqca çətin ola bilər. Çünki planlaşdırma vaxt və resurs tələb edir. Buna görə də Agile yanaşması əlavə planlaşdırmanın faydası olduğu hallarda icra mərhələsinə erkən başlamağı üstün tutur. Bu yanaşmada qəbul edilir ki, ilkin plan heç də bütün detalları əhatə etmir və icra mərhələsində əlavə planlaşdırmanın aparılması mümkündür. Qısa müddət ərzində layihənin kiçik bir hissəsinin tamamlanması daha ətraflı layihə planına malik olmaqdan daha üstün tutulur. Qeyd edək ki, bu planlaşdırma etməyin demək deyil. Uğurlu layihə idarəçiliyi üçün planlaşdırma hələ də çox vacibdir. Layihənin başlanğıcında bacardığınız qədər dəqiq planlama edirsiniz və daha sonra cari vəziyyətə uyğun olaraq ilkin plan dəyişir və yeni vəziyyətə uyğunlaşdırırsınız. Agile yaradıcıların ifadə etdiyi kimi, biz planlaşdırırıq, lakin burulğanlı mühitdə planlaşdırmanın sərhədlərini də qəbul edirik. İkincisi dəyişikliklərdir. Layihənin icrası zamanı əhatə dairəsi və tələblər yenilənə bilər. Hətta tələblərin siyasi layihənin başlanğıcında razılaşdırılıbsa belə, sonradan onun yenilənməsi normal qarşılanır. Layihənin icra dövründə müvafiq dəyişikliklərə ehtiyac olduqda, ilkin planı sənədlərlə və proseslərlə müdafiə etmək əvəzinə, resursların müştəri üçün ən yüksək dəyəri yaradan iş hansıdırsa, ona tez bir zamanda yönləndirilməsi daha faydalı olur. Bu layihənin vaxtının və resurslarının hər hansı səbəbdən aktuallığını itirmiş və əhəmiyyəti azalmış işlərə sərf edilməsinin qarşısını alır. Artıq 100% aktual olmayan bir işin yerinə 30% dəyərli bir işin icra edilməsi daha üstün sayılır. 12 prinsipdən birində deyilir. Hətta icra mərhələsinin sonlarında belə dəyişən tələblərə cavab verin. Beləliklə, Agile proseslər müştərinin rəqabət üstünlüyü üçün dəyişikliklərdən səmərəli şəkildə istifadə edir. Üçüncüsü əməkdaşlıqdır. Komanda sıx şəkildə əməkdaşlıq edir.
Hər hansı bir layihənin nəticəsi, məhsul, xidmət və ya digər nəticə müəyyən bir şəxsin ehtiyacını ödəmək üçün nəzərdə tutulub. Bu şəxs layihənin müştərisidir və proqram təminatı layihəsində adətən istifadəçilər vasitəsilə təmsil olunur. Digər tərəfdən, bu ehtiyacı qarşılamaq üçün layihənin məhsulunu yaradan layihə komandası mövcuddur. Proqram təminatı layihəsində bu, proqram tərtibatçılardır. Lakin hazırki şirkətlərdə, xüsusilə də böyük şirkətlərdə strukturlaşdırılmış proseslər və mərkəzləşdirilmiş kommunikasiya kanalları mövcuddur. Bu istifadəçilərlə proqram tərtibatçıları arasında bariyerlər yaradır. Əgər istifadəçilər və proqram tərtibatçıları iki fərqli şirkətdən olarsa, bu bariyerlər daha da böyüyə bilər. Bu məsafə tez-tez tələblərin düzgün anlaşılmaması, ünsiyyətin pozulması, nəticədə istifadəçilərin və müştərilərin məmnun qalmamasına səbəb olur. Buna görə də prinsip yalnız bu bariyerləri aradan qaldırmaq deyil, həm də layihə müddətində istifadəçilərlə proqram tərtibatçılarının mütəmadi olaraq görüşüb, qarşılıqlı əlaqədə olmasını tövsiyə edir. Bu, müştərinin ehtiyacları ilə əldə edilən real məhsul arasında yaranan uyğunsuzları vaxtında aşkar edir və faydasız məhsulun istehsal edilməsinin qarşısını alır. 12 prinsipin digər birində deyilir, biznes nümayəndələri ilə proqram tərtibatçıları layihə müddətində hər gün birlikdə işləməlidirlər. Bu yanaşma olduqca faydalıdır. Gəlin növbəti dərsə keçək və əcəl haqqında məlumatları tam sürətlə öyrənməyə davam edək. Növbəti mövzumuz əcəl layihə idarə etmə yanaşmasıdır.